Salam, bugün Salam, bugün həyat yoldaşımla birlikdə yeni gələn tema bağlamamızı açacağıq. Artıq Qədiri tanıyırsınız, bir çox videoda olub, bəli. Çox təəssüf. İstəksiz şəkildə. Hə. So, kim açmaq istəyir? Belə bir кейsimiz var. Hə, belə tam influencer modlarına girir. Bir кейsimiz var. Güya mənə alıb, amma məncə qadın telefonuna daha uyğun. Pis deyil, yumşaqdır. Living my best life deyə bir şey. Bu кейsin qiyməti 2,87 qəpiyədir. Deməli, belə bir Aqdim nəsə belə bir şey almışam. Azərbaycanda bir neçə yerdə satırdılar, amma Bakıda yəni. Amma mən oradan almaq istədim. Belə rəng seçdim. Materialı əlbəttə ki, hamısı kimi çox yumuşaqdır. Evdə geyinməyə? Yox, çöldə, məktəbdə 38-39 göndəriblər. Yəqin ki, Çin, Asiya üzrə şeydir. Olmasaydı daha yaxşı olardı. Bu hissələrindəki detalları şiş burun tufli kimi edərsən belə. bu detallar çox xoşuma gəldi. Ona görə şey oldu. Bu belə materialı pis deyil, yaxşıdır, amma bu materialı burası çox da xoşuma gəlmədi sözün açığı. Bunun da qiyməti 13 manat 63 qəpik idi. Burada 10 manata da bilmədik. Olay olsun deyə. Bizə elədik. Yaba almışıq. Yabamız var. Bu zarafat nədir ki bu? Səncə? Sən göstərmişdim hamısını. Saç üçün. Yaba, saç belə. Çox qalın saçımız var güya. Açdın mı? Belə bir şey. Caynaqlarına oxşuyur. Çox uzaqdayıq. Ha. Niyə görə uzaydan çəkmək fikir? Hə, deməli. Belə bir şey. Deməli bu nə üçündür? Bəzən bu saçlar belə yapırxır aşağıya doğru. Mənə də lazım idi ki, biraz belə puşnu görün, puşnu deyirlər də. Həcmli görünsün. Sonra bunu aldım. Bu nəsə olmalıdır, yox ancaq. Amma başa düşə bilmədim. Orada nəsə bir şey var. Düymə kimi bir şey var burada. Bax. Hə. Okay. Bu yəqin ki belə. Sınıb elə bil o şey hissəsi. Neyse bunu. Vay, sınıq gəlib. Sınıq deyil məncə. 3 manat 39 qəpiyə idi. Ha, sonra belə bir məhsul aldım, qoy göstərim. Ha, okey. Belə bir şey aldım. Məncə heç bu qiymətə dəyməz. 15 manata. Bu 15 manat 40 qəpidir. Yəqin ki, endirimlə harda salmışam, amma burada endirimi göstərmirlər. 10 neçə manat aldım? 11-10 manat. Yəni kisəyə oxşuyur. Hə, kisəyə oxşuyur deməli. Bu belə bir şey. Yəni pulunuzu çölə atmaq istəyirsinizsə necədir? Var. Pis deyil, amma yəni 15 manata dəyməz. Gözəl görsənirəm. Çox. Kozettaya oxşadım. Material pis deyil, qalındır, amma şeydir, bu maçalka da süngər. Yaxşı bundan şampunlanmaq olar. Qəşəngdir həqiqi. Bunu burada sıxırsınız qəşəng. Deyirəm ki, çirkin görsəmirəm, uşaq kimi görsəmirəm. Pis olsa aparıb indiyə verəcəm. Amerikan şeydir, güləşçiləri qulaqları sınmasın deyə arada belə şeylərdən vururlar. Yeni yetmə. Oy, başıma xeyir, bu uşaqlar üçündür. Burada yazılıb Who Know Me Kids. Əşsənəm olsun. Başqa israf olan bir ya da mən bəlkə səhv taxdım. Bu cəmaət görməsinlər deyə. Hə, bu hissəsini taxacağam, belə eləyəcəm ki, cəmaət görməsin şey. O kids yazılmamışdı. Nə bilim. Çölə atılan bir 15 manat gördük. Okay. Sən. Hə. Nə olacaqmış bu? Göstər. İmkan vermir. Belə bir qabdır, nədir? Organizer var. Organizer. Make-up məhsulları üçün. Altı yoxdur, böyrü yox, üstü yox. Bisiklet fasonunda bir şeydir. Böyrü falan olmamalıdır. Çünki böyrü olsaydı balaca şey girməli idi. Amma indi şey. Hə, belə bir şeydir yoldaşlar. Neçədir? 1, 2, 3, 4, 5, 6, 7. 7 məhsul yığmaq olar. Yəqin buna pudra filan tərzində bir şey belə taxmağa. Elə başa düşdüm. Belə bir şeydir. Deməli, bundan 2 dənə dediyim kimi almışam. 2 ədədi bir yerdə 6 manat 73 qəpik. Pis deyil.
İdarə edər. Azərbaycanda çox daha ucuzdan 15 manatlıq məhsulu, 13 manatlıq məhsul görəndən sonra şükür eləmək lazımdır. Hər şey. İndi o anlarla yapmışıq, qalmalı danışıq. Bu nədir? Çox qəribə bir qablaşdırması var bu arada. Nə sən deyilər? O qədər qəşəng qabı var. Heç cüyə xəbərim yox. Bu da orqanayzerdir. Bu da orqanayzerdir. Pomada alma çoxu gəlsin birlikdə sizlə. Hamısını dolduracaq bura çünki çox qəşəng məhsullar almışam. Pomada yox. It's kind of uzun nə? Tuşmuş belə tuş. Bəli. Make-up'ı Qədirdən öyrənə bilərsiniz. Bəli. Bu tərzdə şeylər qoymaq olar. Neçədən? 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6, 7, 8. 40 dənə şey eləşdirmək olar bura. Məhsul yaxşıdır, qırığı falan yoxdur, belə görünür. Nəysə, birlikdə baxarıq buna. Bunun qiyməti nə qədərdir? Bunun qiyməti 7 manat 75 qəpik. Yaxşı. Yenisini göstərir. Başa bilmədim. Nədir ki bu? Bunlar deməli kameramıza DJI Osmo Pocket 3-ün ekranı üçün bir ekran qoruyucudur. Belə şəffaf bir şey. Bunu birazdan quraşdırarıq. Bu silib təmizləyib sonra yəni vurasan deyə. Bu da kameranın özünə vurmaq üçündür. Qoruyucu cızılmasınlar deyə. Baxın belə vibeslar 2 dənə hərəsində bir ədəd. Silmək üçün əski deyək də. Bu 3 manat 51 qəpik ikisi birlikdə. Deməli, yenə bir məhsul. Bunu niyə görə almışam? Allah birinci cəzamı verməsin. Bundan 2 dənəsini alardım da. Sonra bu orqanayzer. Bu orqanayzer təklidir, dediyim kimi. Bunu da 3 manat 71 qəpiyə almışam. Heç qabağa düşməmişəm. Gedib o birisindən 2 dənə alsaydım əlavə. Niyə elə bir şey deyirsən? Mən bunu belə bilmirdim. Nə bilim böyük bilirdim, nəsə bilirdim, bilmirəm də. O ölçülərini oxumadım ki. Yox. Neysə bu da belə. İsraf. Başqa nə israf eləmişik baxaq. Bu çox vacib bir məhsuldur. Deməli, bildiyim qədərilə bu süngər üçündür qaldı. Marka süngər üçün qaldı. Belə bu formada. 2 dənədir. Mən elə bilirdim bir dənədir. Belə bir şey. Belə. Son Belə bəzən kirlənməsin deyə süngər içinə atıram hamısını bir dənə make-up çantasını. Amma hər şeyə dəyirdi o, yəni çirkli olur. Ona görə də istəyirəm ki, belə nəysə bu mənə maraqlı deyil. Cəlalı özünü quraşdırar. Şimdi belə bir şeydir. Yəqin ki bu deşiklər də yuyandan sonra suyu süzülsün deyə. Bir şeydir. Belə bir şey. Yox, havalansın da, mikrob bir şey olmasın. Hər nəysə də. Bunların da qiymətini deyim sizə. İkisi birlikdə 1 manat 83 qəpik. Yəni bir cütü, iki cütü birlikdə 1 manat 83. Bu nədir? 2 dənə qulaqlıq almışam, soyuq idi deyə. Hələ mən bunu bəlkə 3 həftədir də sifariş vermişəm. Qış qutardı. Qış qutardı, şey oldu. Gəlin buna baxaq. Çox qəşəngdir. Hətta o birisindən çox ucuzdur bu. Bunun qiyməti nə qədərdir? İnşallah. Bunun qiyməti 8 manat 72-dir. Amma mən bu dediyim məhsulların hamısını endirimdən almışam. Yəni burada artıq endirimlər yazmır. Əvvəllər Temu endirimli qiymət yazırdı. İndi yazmır, öz qiymətini yazır. Deməli belə açılır. Bu daha yaxşıdır. Bayaqki maçalkadan daha yaxşıdır. Qiyməti də 2 dəfəyə yaxın ucuzdur. Necədir? Qəşəngdir. Sabah vuracam. Bayaqkidən daha yaxşıdır. Qat-qat yaxşıdır. Great job. Qəşəngdir. Dediyim kimi 8 manat 72 qəpik. Sonra belə bir məhsul var. Bu bildiyim qədərilə kamera üçündür. Hal-hazırda bizi çəkən kameranın DJI Osmo Pocket 3, hə? Onun üçün bu bir növ boyundan kameranı aslamaq üçündür. Kameranı buradan bağlayırsan, aşağı hissəsindən bağladın. Üstündə kameranı daşımaq üçün, boynunda asılı şəkildə daşımaq üçün belə bir şeydir. Pis deyil. Materialı normaldır, yəni Kocam, burada make-up çantanı verə bilərsən. pis deyil.
Bunun qiyməti neçədir? 6 manat 52 qəpikdir. Aha. Sonra mən götürürəm. İçində bir şey götürəcəm buradan. Hə. Sonra mən götürürəm. Belə böyük bir məhsul var burada. Deməli, bu məhsul nədir? Sonra dəyişir. Latifə getməliyəm kocamına görə tez oluram. Çəfərəm. Bu arada həqiqətən birinci dəfədir sizin qarşınızda açırıq. Düz götürmək lazım deyil. Deməli, bu nədir qızlar? Bu Temudan artıq özümə professional belə bir işıq aldım. Make-up edərkən mənə həqiqətən çox lazım olur. Axşamlar mən evdə oluram. Və məncə videolardan görmürsünüz, çox da keyfiyyətli alınmır make-up videoları. Məsələn, highlighter test edirəm, amma highlighter bilmirəm da işıq düşmür. Ona görə də belə bir məhsul aldım. Məhsul səhv etmirəmsə 3 dənə rəng verə bilir. Günəş işığı, ağ və normal sarı bizim videodur. Belə bir şeydir burası. Sonra bunda da nəsə var. Burası açıq. Bu çox keyfiyyətli görünür bu hissəsi. Buna nə deyirlər Qədir? Ay Qədir, baya keyfiyyətli deyir. Bir dənə baxın. Amma mən bunu bilmirəm necə istifadə edəcəm, of course. Kocanı bilər. Belə, pis deyil. Hələ ki, yaxşı görünür. Performansı nə olacaq, onu istifadə edərkən görəcəyik. 29 manat 81 qəpik. Yəqin ki, bir 4-5 manat endirimi var. Mən deyəsəm bildim nədir. Hə. Bu desən, bu da kamera üçündür. Bu tripoddur kamera üçün. Kamera bizdə atlığı yoxdur da, tripodu yoxdur özünün və sadəcə balaca bir qısadır. Sadəcə qısadır da. Qısadır və hər yerə qoyub çəkili çəkmək olmur. Məsələn, ayaq üstə nəsə çəkmək istəyirsən, nəsə harasa qoymalısan. Ona görə də mən də düşündüm ki, belə bir tripod çox yaxşı olar. Çox uzun deyil əlbəttə ki. Amma idarə eləyər, yəni. Nəsə altına qoymaqda. Məsələn, indi hal-hazırda altına bir şey qoymuşuq. Biraz şey olsun. Yəni, qalxır müəyyən qədər çoxdur. Hə? Və deyəsəm o qədər, 70-dir ancaq. Yaxşıdır, belə bir şey. Və çox keyfiyyətlidir. Hə, material da yaxşı görünür. Həqiqətən çox keyfiyyətlidir. Aldığımız Adam döymək üçün də yaxşıdır bu. Hə, buradan da yenə bağlayacağıq kameranı. Bunu deməli bu hissəsində belə qıfıl işarəsi var. Açıq və qapalı qıfıl. Yəni bu tutaq ki, sən uzatdın. Sonra o dəqiqədə tutdum. uzadandan sonra bax görürsüz avtomatik özü düşür. Bunu nə edirik? Belə vurub bağlamalısan ki, düşməsin. Bax indi düşmür. Amma indi mən bunu belə boşaltsam, düşəcək, gördünüz. Zontik məntiqi də. Belə. Yəni o kafe restoranlarda olan zontiklər olur, onun kimi bir məntiq var. İşte. Belə. Oh my gosh, bu nə baxaymış. 35 manat 66. Ona görə keyfiyyətlidir. Mən deyirəm axı ucuz şey alsam Materialı o yaxşı. qədər olmaz. Asıl alıram. So, yenə də Mangidən belə bir fırça dəst almışam. Bilirsiniz, Mangidən çox fırça dəstim var. Bir 4-5 dəst varımdır. Hamısında tüm videolarımda göstərmişəm sizə. Bu dəfə tamamilə fərqli bir set aldım. Gəlin burada deyim sizə birinci qiymətini. Qiyməti bunun 15 manat 4 qəpikdir. Əsasən burada nələr var? Tonal krem üçün belə məhsullar. Baxın. Həm az məhsul götürəcək, çox daha yaxşı yaymaq olur. Sponjla çox xoşuma gəlmir ilk dəfədən vurmaq. Belə olan məhsullar çox daha yaxşı. Dediyim kimi məhsulu həm nazik qatda çəkir, həm də ki çox məhsul özü götürmür və məhsulunuz da çox qurtarmış olmur. Belə. Sonra bu nə gözəl sıx sütlüdür. Möhtəşəm işlənilib. Çox mən sponja oxşatdım. Birinci bildim süngərdir, amma süngər deyil. O qədər gözəl işlənib ki, yəni heç bilməzsiniz də bu çadır. Okay, baxın.
Belə göz üçün olanlar da var. Burada fərqli bir şey, bu başa düşmədim sözünü açdı. Bu da iki tərəfli. Maraqlıdır, yəni əlimdə çoxları çoxsu yoxdur. Məncə Almağa dəyər. Endirmə düşəndə hələ mütləq gedin alın. Mütləq. Nəysə, sənin bilməli. Deməli, case'dir, kamera üçün case. Kameramızı geyindirmişik. Hə, kamera üçün hər şey almışıq. Belə bir case'dir. Hər bir hissəsi üçün case var demək olar. Mikrofon üçün də var. Aşağı hissəsi üçün də var, kamera üçün. Geyindirəcəm balamı. Geyinəcək, geyinəcək. Belə yəni, belə hissələrdən ibarət bir case'dir. Hə. Yaxşıdır. 11 manat 42 qəpiyə. Maraqlı bir şey gördüm burada. Görünmədi bu. İndi belə bir şeyə baxırıq. Sən də buyur. O vurmasaq açılmır. Bəli. Çünki O elə bir şeydir də, açıl, qapı açıl, açıl, sim açıl. So belə bir məhsul almışam. Bu da kamera üçündür. Şaşırdıqmı? Hayır. Oha deyir. Hə, belə bir məhsuldur. Bu məhsul şeydir, kameranı divara vurmaq üçündür. Divardan belə məsələn bir şey görürəm, istəyirəm divara vurum, oradan belə baxım. Bilmirəm bu necə işləyir. Deyəsən maqnit olmalıdır, dəmir olmalıdır ya da ki, nə bilim, bilmirəm da nə olmalıdır. Baxacağam. Öz ofisliyi gəlib belə. 13 manat 72 qəpik. Belə bir şey var. Dil təmizləmək üçün. Qoca bu da sənin də, hə. Detalları bilməyəm. Tongue cleanser. Bəli. Yəni Kaş bu qabaqda açsaydın. Unpacking deyə belə bir. belə bir şey. Yumə parçaymış. Deməli bəzən bu fırçalarda dil təmizləmək üçün hiss olunur. Belə bir maraqlı bir şeydir. Məndə var dil təmizləmək üçün arxa tərəfi, bir ön tərəf bildiyiniz üst tərəfi fırçadır, alt tərəfi də dil təmizləmək üçün bir məhsuldur. 1 manat 98 qəpik. Bir məhsul, bu da həyat yoldaşım üçündür. Həyat yoldaşım bunu mən çox xoşladım, amma telefonum nə yazıq ki 14 deyil. Bu arada mən səhv edib həyat yoldaşım üzr istəyirəm həyat yoldaşım. 2 dənə kabro sifariş vermişdim. Elə gördüyünüz kimi birini bayaq açmışdım və səhvən 14 Pro üçün almışdım. Nəysə mənim kocam yadımda elə qaldı ki, Pro'su var. Sonra yaxşı ki buna həyat yoldaşım. Niyə həyat yoldaşım demir? Kocam da kocam. Gəlirdi. Qədir. Hə, nəsə qədirəm. Atdım şəkli ki, bəs belə şeylər almışam. Qədir dedi ki, mən 14-də istifadə edirəm. O dəqiqə gedib dəyişdirdim. Dəyişdirmək olurmuş. Yəni kargoya verməmişlər əvvəl. Həqiqətən bildiyim, tanıdığım ən yaxşı veb-saytdan, onlayn alış-veriş veb-saytlarından biri, yəni tuzlarından biri Temudur. Çox belə user friendly deyə. Belə qəşəng şey var. Üstünə yazılıb ki, stop making drama, you are not a Shakespeare. Yes. Deyir ki, drama eləməyi dayandır sən canım. Bəsdir. Sən Shakespeare deyilsən. İstəyirsən cəmaata göstərərsən, istəyirsən özün oxuyarsan, it's up to you. Material da pis deyil. Qəşəng material. Yəni özündən gedib bu. Bir ayda gözləyirik ki, gəlsin İslamda. Nə qəşəng oldu. Mən çox bəyəndim. Pis deyil ha. Mənimki də bu arada stitchdir. İndi mən özüm üçün də açacağam. Xoşum gəldi kocam. Hətta o qədər xoşum gəldi ki, bunu özümə götürmək istədim. Özümə də alacağım bundan. Pəyə olarıq. Məçləşərik. Bu 3 manat 62 qəpikdir. Bu Shakespeare olur. Hər bir medallar var. Deyəsən Cəlalə şagirdlərini alır ki, təhdid edən ən yaxşı oxuyan, ən yaxşı yemək yeyən. Yox, yemək yeyən üçün yox, amma özünü konkret olaraq yaxşı aparan, müəlliməyə qulaq asan və dərslərində improvement, yəni inkişaf gördüyüm uşaqlar, hətta bir dənə, 2 dənə, bəzən olur 4 dənə də uşaq seçə bilirəm. Keçən həftə seçmədim, amma bu həftə seçəcəm. Və əslində əlimdə bir 50 dənə var, amma qabaqcadan aldım ki, qalsın əlimdə. Belə plastikdir, maraqlı görünüşü Uşaqlarım bunlara var. baxıb belə eləyir.
fake'dir. Hə, deyir fake'dir bu. Çünki plastikdir. Mantıqlı. Hə, belə həvəsləndirmə məqsədi. Yəni mən əgər aranızda məni izləyən müəllimələr varsa, həqiqətən external motivation olaraq, motivasiya olaraq çox yaxşıdır, işə yarayır. Bu necə yapsan? 30 dənəsini 70-83 qəpiyə daşımışam. Sonra belə bir şey görürsüz. Bu mənim öz кейsimdir, telefon üçün. Belə кейsləri çox xoşlayıram. Amma bildiyiniz kimi çox tez saralır. Yəqin bu da saralacaq. Gəlin də baxaq görək. Bu arada bunun üstündəkilər şəkildə uşaqlar yapışdırıb. Mən bu rəngini çox xoşlayıram. Hətta başqa rəng almamışdım ki, mütləq bunu alaram. Amma üstündən fərqli keyslər istifadə edirəm. Niyə görə mən rəng seçmişəm, onu da bilmirəm. Belə çox səviyyəli görsəlir məncə. Başla. Baxın. Belə bir şey. Mən çox bəyənirəm. Məncə rəngini də çox yaxşı verir. 2 manat 78 qəpik. Belə bir şey var. Tam tuta bilmədim. Deyəsən, dırmaq üçün də bu. Qulaq üçün də. Yox. Spatula deyəsən deyir tüklər. Tonal kremi və yaxud da konsileri. Əslində konsiler olmaz da, tonal kremidir belə deyim, BB tonal. Çox belə nazik şəkildə yaymaq üçün belə bir məhsuldur. Bunun qiyməti 1 manat 49 qəpikdir. Yəni hər cürə növü var idi. Belə nazik olanı var idi, burası 4 tüküncü olanı var idi. Amma mən bunu aldım. Dediyim kimi materialı yaxşıdır. Yəni demək olar ki, rendeləmir, əyilmir. Belə istifadədən sonra yoxsa videolarda görəcəksiniz, istifadə edəcəm. Daxilin görəcək. Aha. Bir də belə bir məhsul var. Bu cəlalə saçını yığmaq üçün alıb. Hə, belə yuxarıdan. 2 dişli yaba. Mən belə dəmir falan bilirdim bunu. Hə, plastikdir. Plastikdir. Görünüşü yaxşıdır. Maraqlı Çin aksesuarına oxşuyur. Belə bir şey qiyməti. 2 manat 21 qəpik. Əgər belə videoların çox gəlməyini istəyirsinizsə, ikimizin birlikdə olan videolarını mütləq rəylərdə bildirin. Onsuz da bir 10-15 nəfər, lap yerə gəlsən də bir şeydir. O Insta dollar edir. İlin sonuna qədər 20.000 takipçin olsan sənə bunu alacağam. Onsuz mən xocam alır. Belə onsuz da alıram, ona görə elə bir söz adı verir. Dedə heç olmasa bir gəlib izləsinlər, bir şey yazsın. Nə deyə bilər, yaxşı. Bax, 2 ay ərzində 5000 saatı keç. 5000 saatı keç. 3000 takipçin olsun. Sən iPhone 17 Pro Max alacaq. O şit videolara baxıb deyirlər, qadın gücü budur. Xahiş edirəm, qadın gücünü istifadə eləmək vaxtıdır. Mən iPhone 17 Pro Max istəyirəm. Hal-hazırda özümki 13 Pro Max-ı heç bəyənmirəm əslində. Amma 17 Pro Max-da istəyirəm. Xahiş edirəm, orada rəylər falan yazın. Gedin videolarıma qalandan birinci playlistə yaradın. Sərlər şovuda oturun onlara baxın ki, saatım çox az. Alınan deyil, zaten dediyim sayılar yüksəkdir. Sən almamaq üçün deyirsən də. Hə. Bəlkə belə dedi, indi deyərlər ki, indi bəlkə olur. 5000 saat kifayət qədər çox vaxtdır. Bundan sonra 5000 ha. Bundan sonra 5000. Hə, bundan sonra 5000. Evin tikilsin 7-8 aydır buradayım. Hələ heç Mən maraqlı 2500-ü deyil. güclə O doldurmuşam. iPhone 7 Pro Max da qəşəng qiymətlidir. Ona görə heç olmasa biraz əziyyət. Yəni bu Insta kimi deyil. Insta olsaydı izləyici, izləyici çox asan şəkildə gəlir. Amma YouTube-da baxış sayı, nə bilim, məsələn, siz oturub heç olmasa bir dənə videoya baxmalısınız. Başqası 2 dənə adam oturub bir dənə videoya baxanda ortalama 20 dəqiqəlik olur da video. Elə bil üçünüz 1 saat eləmiş olacaqsınız. 1 saat. 5000 saat gəlsə bu videodan sonra. Bir də 1000 abunəm var. Abunə sayında 3000 olsun. O abunəni eləmək olar məncə, o asandır. Alması bir şeydir. 17 Pro Max. Amma məsələn, Instada insanlar şey deyirlər, həyat yoldaşları falan qədər olsun. Güya da indi bunlar istəmirlər. İstəyirlər yəni biraz da üstünə qoya-qoya çox izləyici olsun. Amma sağ olsun, mənim həqiqətən həyat yoldaşım mənə bir şey dedi ki, əl çatmaz bir şeydir. Həqiqətən almaq istəmir. Çünki YouTube-da 5000 saat, 6000 saat yeni başlayanlar üçün biraz çətin məsələdir. Ona görə belə son 17 Pro Max alıramsa, Heç olmasa ciddi sorğulanmısın. Vaxt demə də, yəni bu ilin sonuna qədər 5000 saat. O ilin sonuna qədər olsa mən 5000 saat deməyəcəm, başqa bir şey deyəcəm. Nə deyəcəksən? Mən 30000 saat deyəcəm. Də evin tikəsən. Yaxşı, onda 5 ay içində. Yox. Neçə ay? Martın axırına kimi 5000 saat. Ay gedirsən dillə danışırsan. Martın axırına kimi Mənim mən də maraqlı ola bilməz. deyil. İzləyici desəm, o 3000-dən yaxşı. Onda izləyici saatı yox. Şey yox. İzləyici
martın axırına kimi 3000, baxış saatı da 5000 saat gəlsin. Mən sənə iPhone 7 Pro Max alaram. Yəni bundan sonra Yaxşı almadı, heç il epizodu. almıram kimi bir Almadı. şey oldu. Bu Almadı qədər. kimi bir şey oldu. Sağ ol. Qızlar bu arada bu insanlardan Sən bir getməlisən elə şeydir, bil. dodaq Yox. boyasıdır. Hə, bu arada pilatesə getməliyəm. Möhtəşəm bir şeydir. Sağ ol. Dəmir də o möhtəşəmdir. Alarsan bundan mənə. Varındı da. Yeşi ilə varındı artıq. 2 dənə var, 3 dənə var. Sağ ol. Öpürəm sizi, bay bay. Özünüzə yaxşı baxın, mütləq bəyənin, rəy yazın. Sən də nəsə demək istəyirsən? Dedim də. Demədin. 5000 saat. Sağ ol. O başqadır. Bu like kapanış seremoniyası. Sən izləyicilərim, mən təşəkkürlər. Hocam. Hə, izlədiyiniz üçün çox sağ olun. Ümid edirəm ki, video sizə maraqlı gəldi. Maraqlı şeylər çıxdı. Bağlı. Maraqlı şirindi, amma güləcəklər bundan mənə. Çox pis güləcəklər. Amma sizin tipli bir şeydir. Hə? Bir dənə sağollaşaq. Sağ olun. Öpürəm. Özünüzə yaxşı baxın. Bye bye.